Elə incə çıxdı həyətə. Hə, çox sağ ol, çox sağ ol. Elə 7 ayında deyir, sağ olsun bacı oğlum, mənə yaman görün, baxım eləyir. Çox sağ ol. Ay, çox sağ ol, çox sağ ol. Yo, samalyotun qabağını özüm çıxaram, narahat olma. Sağ ol, qadan ürəyimə, sağ ol. Mən də öpürəm, sağ ol, sağ ol. Ay mama, Nə var? kim idi ki? Kim olacaq? Bibin oğlu Siyavuş. 7 ayısını soruşurdu. Bəs niyə demədin ki, papa rəhmətə gedib? Az dəlisən, niyə deyim? Heç olmasa 7 ayda 200 manat pul göndərir. Deyəcəm ölüb, heç onu da göndərməyəcək. Elə bilir sağdır da. Işıq gələn yerə barmaq tıxıyın. Ne varsan? Zanetsan, ürəyimsən. Deyirəm ürəyimsən. Sabah ürəyim. Ne var ne yok? Sen elbette bütün gün sen fikirləşirəm. Deyirəm bu Ramiz o Balacan sünnəti nə vaxt eləyir? Gəlin mən də orada 500'dən 600'dən xərcləyim. Cəmaat da desin ki, həmən uşağın əmsi var. Biz o uşağın kirməsi özüm olacağım. Ağlığı ayrı adam gətirsən sən öyle bir bəni tanıştırma. Yok evet. Ne vaxt eləyirsən uşağın sünnəti? Gəlsin əmsi orada dağıtsın da oraları imkanlı. Baxdımdır. Hayda. Deyirsən ki eləmirsən ki yalandan. Ha ne var? Ne var? Buyur. Saat istelirsen. Ya 6'da oradayım ya problem yoktu. Ramz'ın kardeşi de bir söz deyim. Ben gelməyinə gələcəm. Gələcəm, yeri yasa lab 30-40 manatda orada xəşləyərəm. Problem deyil. Qıraqda cəmat görsün ki imkanınız yok da. Yox ələnə. Prosta mən açıq deyirəm. Mənim vəziyyətim kirvəlik deyil. Buradan ağlığından məni keçir də sən kirvə kimi. Sonra öyle bir münasibət qutarır. Bu ayda mən tüfürüb çıxaram oradan. Mən orada pərt. Yox, mən kirvə olamayacam. Sana söz deyirəm burada. Hə, yaxşı. 6'da gələcəm. Gözlə. Oldu. Sibilə çıxdı. Arzu, yadıma sal. Saat 6'da Ramizin uşağının sünnətidir. Sünnətə gedəcəksən? Hə, sünnətə getməyəcəm. Telefonu söndürəcəm ki, məni tapa bilməsinlər. Bəs kirvəlik? Hə, nə kirvəlik? Lazerlə eləyirlər, kirvəliyinə bax. Talih. Ay Talih. Hə. Bir dənə bura gəl. Təzə mahnıdır. Biraz tez elə. Bul! Yaxşı. Yavaş bismillah. Özünə tül Öldür getir öldü. Bir şapalaqla adam özündən gedər. Nə oldu bu Başa bismillah. Ağzı işlə. Görmürsən bunu? Səhərə kimi xorulduyub qoymur məni yatmağa. Hələ səhərsə durub mən arsızlarsız yuxusunu da danışır. Su getir. Yavaş vurma. Az məsəl olacaq, heç nə. Qismət. Böyük yeznəm yoxdur, hə, qismət. Özün vurub tülkülüyə, yenə özündən gedir. Bu da adın kişi qoyub. Az vapşe balaca kürəkərimin adını çəkmir. Çəkmir onun adını. Maşennikin biridir. O talihi biz adam eləmişik. Başa düşmədim, ona qiymət Sağ ol. Nə qiymət verirsən, nə varsan ha məni? Mən nə vaxt adam edirsiniz? Həmçə söz versiniz eləmişsiniz. Yadığından çıxıb Ceylan o gecə vaxtı divarın dibində ərinlə durmuşdu. Talih qada qalıb sahib alacaq, talih qada qalıb sağ maaşını alacaq. Qoşallar aşağı salacaq, nə oldu? Sözün üstündə niyə durmadınız? Yenə diriyimsin divara. Gəlmirsən başımı xarab edin. Yaxşı edirəm gücü mənə çatar. Sağ beləyçi. Əslində mən də deməyim. Nə diriysən məni? Niyə hər gün sən mənim əsəblərimlə oynamısan, başımı xarab edirsən? Ben sizden ben iki derimi xəstələ tutulmuşam sənin əlinə. Alo? Hə Çingiz. Hə qardaşım. Ay sağ. Birazdan zəng eləyəsən qadaq ama. Əlimdə işim var sənə gəl. Oldu öpürə. Tamam qadaq. Tamam. Özünə gəl, ala. Niyə baylan dağıdırsan sən? Hə? Qışqırmaya. Ne dağıdırsan sen baylan? Her gün 20 manat verdin. Şimdi 5 manat versen Hacıran. Ne dersin sen birden-birə? Ne oldu? İndən sonra heç o 5 manatı da verməyəcəm sənə. Gedərsən canın çıxar, özün qazanarsan, gətirərsən ailəni dolandırarsan. Səhləm get. Böyle oldu Ceylan. Hələ ondan da Belə tərəf oldu, hə. Bu gündən sonra senin bazarlığından bize versen məndən incimə. Ben ölmemişim ya, Talih ölmüyor. Talih'in pulu olmayabilir. Ama Talih'in dostları, kardeşleri var. Ey Allah kurbanım. Ben dostlarıma, kardeşlerime... Ne oldu be? Alo? Eşrem İmran.
Hə qardaşım. Hayda. Nədir? Ya da evi gitiştin var vermirəm. Nə diriyirsən ha məni? Qardaş boynuma bile. Ha nə rad dolu. Ha, nə olur taleyin qardaşların ha? Ha? Bu gündən lazım deyil sənin nə bazarlığın, nə dolanışığın. Talih özü qazanacaq, öz ailəsinə bazarlıq eləyəcək, öz ailəsini dolandıracaq. Lap yaxşı dolandırsın. Hə, bəli, özüm qazanıb, özüm ailəmi Görüm dolandıracaq. nətər dolandırasın. Bu nədir? Demədim bazarlıq eləyib özüm alacağım hər şeyi, dedi axı. Bu dayanla, bəlkə barışdıq bir kəlmə sözdür də, dedik. Özü dolandıracaq. Məni fikirləş, bey Ceylan. Qızını nəvəni fikirləş. Onlar nə yiyəcəklər? Ortalıqda mana var, qapı diləni boğazımı dolandıracağım. Mana var. Verişə məncə dolanacağım. Sən qızını uşaqlarını fikirləş, nəvəni fikirləş. Nə istəyirsən sən məndən? Bozulma istiyor, bozulma! Rədd olursan mənim başımdan, nə sən? Mən rədd olum, yaxşı mən rədd olum. Baba qismətdən nə istəyirsən? Neynədim mən ona? Dinlən lan, dinlən. Ana bala neyəcək, ana bala öldürürsünüz. Ana bir saçını çıxarsa. Mən həmişə o tərəfi saxlamıram. Gördüm də tərəfi saxlamıram. İndi sürüyüb gətirir. Bir dinlənsin, sabır. Kalışa bak, ayağına bakın, başına bakın. Neyse, sen ne zövqsüz adamsan. Ben başa düşə bilmirəm. Kostyumla qaloş gəlirlər, beni geyindirib yola salmışsan iclasa. Bütün cemaat mənə tamaşa edib yollarda. Niye Teymur müəllim? Axı siz ayaq yalın babca da pis görsənirdiniz kostyumla. Dedim heç olmasa qaloş geyində. Amma düz deyirsən. Toz quşu kimi mən də ayaqlarıma baxanda xar oluram. Yersən ha burada? Ne girmişsin ha burada? Tamam. Çık görünmür ha burada. Tamam Ruskam düşmüş diye o aktar. Çıkam düşmüş. Çık öyle görün. Ha bəs Seyfin qapısı niye açık? Tamam dedim belki qəfdən quruşdan ola bir dənə dönər almayayım. Geçit ha, geçit. Yaxşı. Qəfdən döner. Ey yekə kişisən bir qanacağın mərfətin olsun. Bala bir nəfsinə bir tab dinən də. Bu mədə 40-dən aşağıda axı. Ne olub? Batırsınız. Vaxt olub ki, həftələrlə mənim dilimə ət dəyməyib, yemək dəyməyib. Ne olub? Ölməmişəm ki. Kasıblamışdınız Teymur müəllim. Nə kasıblamalı ha? O vaxtlar mənim pulumu balta da kəsmirdi. Prosto Rusetdə uşaqlar pul atmışdılar. Mən də getmişdim Razborkaya. Şərəmdən nə kər qoydularsa bir ay ağzım açılmadı. Yeməyi şlankla ötürürdülər. Akşam da yuxumu qarışdırmışam. Lənət şeytana. İndi durum döyüm səni. Başa düşməm, nə görmüsünüz ki yuxuda? Həsrət, sən o yuxuda gördüm ki, kasıb itin döyən kimi səni döyürəm. Gəlin et, balasın, çıxın kimi səni çıxınıyırəm. Elə vat-vatda səni canın çıxır, elə əlimdə qalmış. Teymur deyil, nə olsun ki, elə görmürüm. Mən də yuxu görmüşəm, özdə mən yuxuda sizi görmüşəm Teymur. Bir dənə xoşuma gəldi ki, halal olsun sizə. Nətər görmüşsən ayəsin? Demək Teymur, görürəm ki, saunadayam, qızlarla yeyiri, içiri, çimiri, kef eləyirəm də saunada. Əsmən deyilirdi, əsmən. Sən dedim ki, biz yeyib səni şotu verib gedirdin, belə. Yaş, gic danışma. Yuxunu suya danış. Yuxuda sauna bala, xatalı şeydir. Düşər düşməz olar. Salam aleyküm sana. Salam olar. Teymur müəllim kimdir? Mənəm bala, nə olur? Sizsiniz? Qardaş ayıbdır. Bir adam yollamışsınız. Gəliblər saunada qızlarla kef eləyiblər, yiyiblər, içiblər, şotu da verməyib gediblər. Şotda sınacaq, ödün də bunu. Aduz var, sanuz var. Yaxşı bala, git, çatar. Axşama gözləyirəm. Yaxşı, git, narahat ol. Həsrət, bəs deyirdin saunanı yuxuda görmüşsən, ay mən deyən. Teymur, yuxuda görmüşəm də. Proto mən neynim indi? Yuxum çin çıxıb da, çin çıxdı yuxu. Həsrət. Mənim də yuxum çin çıxmağa başlayır ha. Bura göndürüb, ay gəl. Teymur, bir də gedər. Əlbəttə gəlməyəlim. Yadında saxla Ceylan. Bu evdən ya sənin meydin çıxacaq, ya mənim meydim. Mənim niyə meydim çıxır? Belə sənin leşin çıxacaq iylənmiş.
qardaşın altına xala sözlərə fikir vermə. Tamam. Bırak beni, bırak. Yox, buraxa bilmərəm. Aya tuvalete katıram, bırak beni bir yavru eleme. Ay balam, bu ne sessiydi belə? Heç, konsert veririk. Elə, vay, konsert. Mən de bile burada daha verirsiniz. Balam konsert verirsiniz, 60'larda olduğunu bir şeylere bakan gülümsün böyle şekillerden. Bize gene oturan bile sevmiş kalak, geçen bakan bile ki burada konsert verirsiniz de. Ceylan Hanım, sen özün ağır şey bir kadınsan. Bunları bir başa sal da, olmaz axı. Aa, mənə niyə deyirsiniz Nobel müəllim? Talihə deyin də. Birinci odada başlayan. Elə. Vay. Aytali, bir dakika. Geç oğlansan, sen bir terbiyeli insansan. Bu hanıma hürmet elə, heç olmasa onun yaşına. Ağ bir şey kadındır, böyle yaramaz ay bala. Olmur, Nobel müəllim, olmur. Niyə? Əşi, bu gün onun yaşına hörmət eləsən. Eləmə. Sabahda gərək sənin yaşına hörmət Mütləq. Birisində sən də mən diriyib kirənin pulunu istəyəcəm onda. Ona görə də hörmət eləmək olmur qadına, mən bilirəm. Arzu. Hayır. Arzu. Arzu, işə getməliyəm, maşına vurmağa benzina pulum yoxdur. Sən belə də Ceyran xaləyə deyən ki, mənə bir 10 manat versin, işə getməliyəm. Dəlisən sən, mama ilə indi dalaşmadın. Üz var məndə ondan pul istəməyə. Hə, dalaşmış, nə olar? Ailədə söz olur, söhbət olur. İndi küslü qalacaq. Yox, sən 10 manat al ondan sonra küsərik. Hadi getmir ki, elə böyle. Piyada gedəcəm, niyə ölmə nə bunu? Ay mama, Talih deyir 10 manat versin də işə getmək istəyirəm. Vermirəm, rədd olsun. Cehennemi ver, sonra ver. Sen 10 manatına qalmışsın. Taliyə pulla nə yazsan? Sən kim dedi az getdi İrandan 10 manatı? Nə bu dedim o? Mən puluma nə gəlib? Vallahi qurbanam. Bunun bir nəfəsən. Hadi. Ben bir söz soruşum, azına gelmesin. Benim pulumu sen götürmemsen. Nə pulu? He? Kravatının altındakı göz zırağısındakı pul. Yox, mən nə bilim, qadınam sən kravatın altına nə ərək çoraq qoyursan. Sən elə şey deyirsən, önce mən özümə düşmən Peki onda kim götürür onu? Onu bu Ceyran götürüb, ələyri şeydir. Ceyrandan yapış. Azim! Benim pulumu niye götürdün sen? Aşağılar, dünən mən bərk içmişdim. Yəqin sizi vurmuşum. İsmet, səni vurmamışam ki. Əşi, götürdüm, qazeti belə başıma 2 dəfə ətəri vurdunsa, aşıma başıma. Amma yaman bərtdəydi. Təmiz pərt oldum mən, pərt oldum. Yəqin arasında nəysə varmış. Əsəd, səni də vurmuş ha? Deyəməm, qəzetlə ağzıma o qədər vurmuşsunuz ki, hələ də gözümdən su gəlir. Hadi olur da. Və sizdə... İki aləmdə olur da. Tabii, sən narana vurmuşdun. Sən mən vuramadın ha? Sən mən vurmakla da mən qaçdım. Resmen eşitdim məndən sonra sənin üstünə skoru çarpılar axı. Hə, elə biz sən mən vurmaq seni mən qaçdım. Qatanda getdim, qatını dinləmədən gedimsə Teymur mən. Gördüm beni skrat. Bilmirsən, bilmirsən. Ben nəsə sütma skoru gəldi. Naşatır spirtindən yarım saat mənə ait müftülər. Təzdən baş həkim 50'lik yüzlük ilədi də bir zümrə özümə gəlmiş. Bunu buna versən, yox, bu düzgəndir. Bunu ona yazsan, yox, nətər bunu mən bölünmür də. Soyat onu yerit. Bayaqda mən burada 2 eşeğin arpasını bölə bilmirəm, ilaf əsəbləşdim. Nə olub bu Teymur müəllim? Heç nə, Talihlə qismətin maaşını vermək istəyirəm. Prosto bilmirəm, hansı eşeğə nə qədər verim ki, düz olsun.
Teymur müəllim. Maaşla bərabər elə o sual-cavab rubrikası var idi. Hə. Onun da qalibi müəyyən olundu. Onun pulunu verərdiniz, mən onu verərdim. Bezdirirdi, o eşşək məni bezdirdi. Kim tapıb onu? Talih. Elə bir ki, sual-cavabı yazanda bir yerdə yazdıq. Hə. Ondan sonra indi Talih birinci sualların cavabını verdi. Deyən, ona düşür də. Aydındır. Teymur abi bir de bu maaşsan işte bunları bir size haber vermek istedim. Beni tebrik edebilirsiniz. Ben bugün at olmuşam. Vay seni tebrik ederim. O sual cevap sandı bu, yazı pozu gazet sandı bu hiç. Ama seni bak bu haberine göre, bu muşluğa göre tebrik ediyorum. Buyur. Ehtiyac yok. Hepsi ehtiyac yok. Ala koy cibine. Yaxşı. Adın ne koydun balamız? Kamran. Kamran koydum şu an. Kamran? Ha, Kamran senin böyük oğlun adı. Büyük küçük ne değil bir tane de Kamran koydum. Ben bu balaca tez olan değilim. Kamran'ın 2 yaşı var ki. Kamran 7 yaş var Teymur benim. Prosta ben bugün hissederdim ki ben atayam. Elə bir də evdə Ceyranla biraz cəhilləşdi elədik, bazarlığımızı, qazanımızı ayırdıq. Ondan sonra atalıq hissini hiss elədim də. Bir pirdeldən sonra adam özündə kişiliyi hiss edir. Bığı zadı şey. Talih, pulu qaytar. Yox, Teymur. Ona muşluq düşmür, pulu qaytar. Teymur mənim atalıq hissindən məhrum eləmə də. Qaytarmıram. Neyse, qutarın. Ben indi burada sizi döyüb söyəsi deyiləm. Çünki məni nəşriyyata çağırıb tapşırıblar ki, İşçilerinizden biraz mülayim, biraz yumuşak, biraz hoş rəftar olun. Mən də onların dediklerine əməl eləməliyəm. İsmət müəllim. Bəli, Teymur müəllim. Zəhmət olmasa deyin görüm, siz nə qədər məqalə yazmısınız? Mən keçən həftə 31 məqalə yazmışam. Tak. Onların heç birini siz bəyənmədiniz. Ne olar? Yazmışsınız da. Yaradıcılıq axtarışlarında olmuşsunuz, işləmişsiniz, zəhmət çəkmişsiniz. Ben size buna göre heç nə deyə bilmərəm. Teşekkür edirəm. Çox sağ olun. Esiyə xanım, siz nə qədər məqalə çap eləmişsiniz? Heç nə qədər. Nə üçün? Dünənləri çox istəyirdi. Niyə xodu bu? Hə, yaxşı, dolar. Aydındır. Həsrət bəy, qəzet satışından nə xəbər var? Demək Teymur, sırağa gün bir dənə qəzet satıldı. Dünən qəzet satılmayıb. Bu gün də o sırağa gün satılan bir dənə qəzet vazvrat qayıdır. Hə, nə olar? Sən də əziyyət çəkmisən, işləmisən, fədakarlıq eləmisən. Mən bunu qiymətləndirirəm. Çox sağ olun. Talih bəy. Bəli. Siz neçə məqalə yazmısınız? Mən həftə ərzində 20 məqalə yazmışam. Aydındır. Onun 18-ini bəyənməmişsiniz. Bəs o bir də ikisi? O 2 dənə də üstündə dünən təpikləşmədik mi qadın? Bilmirəm. Hə, nə olar? Bir dəqiqə mənə vaxt verin, yəni bağışlayın, bircə dəqiqə. Yazan maaşlı, kol çəkir, kol sistemi. Bu sənin Talih. Bu sənin Çox sağ ol. Həsrət, bu da sənin. Teymur müəllim, bu nədir? İstəyirəm. Burada zənən xeylağı var. Mən sizi bərkdən söyüb təhqir edə bilmirəm. Ona görə də ürək sözlərimi kağıza yazmışam. Buyurun, zəhmət çəkin, oxuyun. Bunda mən də səni... Elə bir də... Buyur Teymur. Buyur Teymur. Bu sənin cavabın, aydındır, bu sənin cavabın. Bu da sənin cavabın. Sizlə adam kimi danışmaq. Mama tərəfini saxladın. Benim mamada az var. Görmədi, bəyək az qalmışdı Talihi vursun. Ay qız, Talih bu yaşına çatıb, heç onu atası vurmayıb. Bir dəfə atası istəyib Talihi vursun, Talih deyib, bura bax, məni vursun, səni elə vuraram ki. Heç də qorxma. Ceyran xanım, mən üzr istəyirəm, sizə bir söz deyim.
ağ bir şey qadınsınız. Bu kürəkənlərdən ne istəyirsiniz axı? Xulqan dövürlər, şişə dövürlər, narkoman dövürlər. Niyə axı pərdəni aradan götürürsünüz? Niyə? Bak, qonşum Tofiq. Qaynanası olmayan elədi? Gecə ilə baltaladı. Bəli, İsmail. Qaynanası bir də belə şəp baxdı ona. 18 yerdən bıçaq vurdu. Sən, pota səbuhu. O da qonşumuzdur burada. Qaynanası bir dəqiq ona gec salam verdi. Onu gecəydən astım. Böyle. Ona görə də pərdəni aradan götürmək lazımdır. Sən niyə onları deyirsən? Sən birini deyirsən, birini demirsən. Niyə? Niyə demirsən ki, Məlikə vurdu, kürəkənini öldürdü, hə? Niyə demirsən ki, Şəfiqə kürəkənini baltalayıb, indi Srokda bəy balası kimi türmə çəkir? İndi... Bax, bu birincisi. İkincisi, özün, ay Nobel qardaş, özün mənə deyirsən, axsaqqal adamsan. Görürsən ki, talih üstümə hücum çəkir, məni sıxma boğmayalım. Niyə gəlib ayırmırsan, hə? Yavaş az, yavaş. Nə işimə qaldı? Niyə? Sonra desinlər ki, sən kimsən ki, bu qızı müdafiə edirsən? Nə işimə qalıbdır? Arada söhbət yaratmayın. Xahiş edirəm, ağbirçək adamsınız. Bildiniz, qoyun oturmuşum. Burada ayrı başqa bir şey. Gözlərim Zabbar da orada. Aşağı ötmen de berk oturduk. Valla bir gazet çarpına bir gala bilmem. Ya, Dünençi var. Ha ne olar? Oldu orada ya. Dünən Rusiyadan gələn uşaqlarla oturmuşdum. Hamısı yerdiniz məlum babat uşaqlardı. Belə keyfini istəyən yedi-içdik. Təsəvvür edirsiniz, 4 nəfərə uşaqlar 1200 manat şot verir. 4 nəfərə 1000 də dönər yiyimsiz Teymur bəli. Dəhşət deyil ya. Bax, dönər. Batın. Mən bir qohumum var. 2 dənə institut qutarıbdı, savadlı uşaqdır. Onu bura işə götürə bilərsən, qadan alıb. İngilis dilin kompüteri bilir. Hə? Ne olur, böyle qabiliyyətli uşaqsa götürər, niyə götürür? Qadam, o maaş nə qədər olacaq? Sizə nə qədər verirəmsə, ona da bir yerə, nə qədər olmalıdır ki? Sən canı. Eyvallah. Sözlərlə danışım. Yuxarı yeri yoxdur. Alo? Gel xozraşot. Salam Suray xala, nə dersən qadana? Mənəm, Talihdir. Ay Suray xala, mən bu sənin oğluna iş yerini danışdım. O müdür deyə problem yoxdur, burası maaşı çox aşağıdır, ondan ailəsini dolandıramayacaq. Mən nətə dolandırım dedi, yəni bu maaşdan o məcbur olub axırda maşinliklik sadlıq eləyəcək, mən də istəmirəm bu şeyləsin. Tale, yetimləşdir o söhbət. Yaxşı, oldu qadana. Bilirsiniz nə var? Qulaq asın. Deyir, soğan olsun, nağlı olsun. Bax, kişi kimi sizə söz verir. Durun, gedin, hamınız məqalə yazın. Kimin yazdığı məqalə xoşuma gəlsə, nə mükafatlandıracağım cibimlə. Kişi kimi. Durun, gedin işte. Hala, yazın, mən də söz verir. Oldu, gedin. Şərtimiz Problem yox. Neyse, maraqlandıraq görək bəlkə bunların qabından əvəl. Arvada elə sakitləşməmisən sən? Mən yox, sakitləşməmişəm. Hara sakitləşmişəm? Nə olur? Bəs də sən ol. Amma yaxşı da mama da, bəsdir də. Amma düzdür də, qutarda dayda. Amma evdə dava-dalaş da olur, söz-söhbət olur. Evin sözünü, söhbətini bayıra çıxardım ya, eşitdin? Az kimə deyəcəm, yas yerinə gedirəm də. Dindirməsələr bir adama bir söz deyən deyiləm. Allah, görürsən. Onlar hələ qaynanalar görməyib, yaxından çıxarda bilmirəm də, neyniyim? Elə kürəkənlər var, qaynanaların ayağını yuyur. Bəsdir sən Allah, ay mama. Az olub qismət yazıq sənin ayağını yuyur. Yaxşı sən Allah, sən gözünə ağardırsan qorxusundan yuyur. Sən öl qismət, o ceyranın əlacı ola, mənə ayaqlarını yuyursunlar. Mən onun necə adam olduğunu
Bir sürü şey adam olduğunu mən bilirəm də. Onun əlacı o ayaqlarının dırnağına baxırsınız. Ay Talih. Mən onun kimi qəddar adam görməmişəm. Allah onun qavanı sıxadı ya Allah. Ya mən bilirəm. İşləyirik. Bəli, bəli. Teymur. Bayaq dediyim kimi də, kimin məqaləsi xoşuma gəlsə, ona cibimdən 50 manat nəqd pul çıxardıb verəcəm mükafat. Yazmısınız? Bəli, bəli, bəli. Teymur. Bəli. Yazdığını oxu görüm. Sən 50 manat görüm mən. 50 manat burada da pul qaçmır ki bu. Teymur müəllim, mən bu həftə mətbəx rubrikasında işləmişəm. Yəni Gəncə dövqəsi haqqında bir məqalə hazırlamışam. Allah sizə də. Buyur, buyur. Gəncə dövqəsi, süfrələrimizin bəzəyi olan Gəncə dövqəsinin hazırlanma prosesi özü bir damdı, daddı, ləzzətdir. Gəncə dövqəsini hazırlamaq üçün qatıq, bir az su, bir balon su, göyərti və düyü lazımdır. O noxud sonradan çıxıb. Gəncə dövqəsində noxud olmur. Qatışdırırsan bunlar bir-birinə, qoyursan qazın üstünə. Buluyursan. Dayan görmün nə qədər buluyursan. Daha öz rəng bulanına kimi. Öz rəng bulanından belki dövqə bulan tutarıq. Yaxşıdır. Ağzını örtsən qoyursan, bir yerdə sərniyir, sonra stəkan töksən, vurursan belə, qaçıqla getirik. Çox yaxşı, çox yüksək kaloritli yazıdır. Bütün milli adətimiz, ənənəmiz, süfrəmiz, mətbəximiz, qatığımız, ayranımız burada öz əksini tapıb. Ona görə halal olsun, mən bu 50 manatı sənə mükafat verirəm, alqışlayın. Gör müəllim. Diqqət edirsiniz, adamda ruh yüksəliyə əmələ gətirirsiniz. Teymur, məndən də. İsmət bəy, buyurun görün, xahiş edirəm, buyurun görün. Oxuyun görün. Hal-hazırda bütün dünyada istiləşmə prosesləri gedir. Rusiyada, Avropada, Amerikada, bütün dünyada temperatur dərəcələri çox yüksək dərəcəyə çatıbdır. İndiyənə kimi olmayan dərəcəyə çatıbdır. Antarktikada və Arktikada buzlar əriyir və hətta elə söhbətlər gedir ki, ola bilər ki, bütün Avropanı su bassın. Azərbaycana bu xatası yoxdur. Çox yaxşı problemlərə toxunub, çox qlobal məsələlərə toxunub, çox aktual çox elmi, publisistik məqalə olduğuna görə bu mənim əvvəlki məqalədən daha çox xoşuma gəldi, bəyəndim. Ona görə də Talih 50 manatı ver. Mükafat keçir İsmətə. Ver 50-ni bura. 50-ni ver bura. Adam fırından gələr. Kösəndən yaxşı yazıb da lob yəhmədi bu. İsmət buyur bu sənin. Çox sağ ol. Çox sağ ol Teymur. Talih, olur. Nə yazdın sən oxu görün. Talih o deyək. Həsrət oxu görün. Deməm, elə ki, məqalənin başlığı belədir. Çörək bol olarsa basılmaz vətən. Halal olsun. Gözəl. Demək, çörəyin elə hazırlanması, yəni necə başlayır? Demək, əvvəl bu, hamı bilir ki, buğdadan hazırlanır. Buğda rayon yerlərində, kənd yerlərində çox əkilir, hektarlarla sahələrdə olur. Sonra o buğda yetişəndən sonra kombayn gəlir, onu kombaynla onu biçirlər, sonra təmizləyirlər onu, buğdanı. Sonra aparırlar dəyirmana. Yaxşıdır. Buğda dəyirmanda üyünür, olur un. Unu neynirlər? Kətdə gətirirlər, xəmir yoğururlar, su qatırlar, biraz o xəmir belə xəmir yoğururlar. Ondan sonra küllələyirlər onu, kət yerində təndirə şaq vururlar, bir yəni qəşəng təndirdə olur çörək. Çörək yanar, bəli. İndi kət yerində, indi çörək yapan mal səslər gəlir, belə, inək səslər gəlir. Yəni inək də saxlayır. Nə qədər poetik bir ifadə. Bəli. Orada inək saxlayırlar. İnəyi də elə bil ki, belə deyək, o əti kəsirlər, elirlər, ətin zanı gətirirlər, bu şəhər yerlər. Orada onu belə yumru belə rulon kimi belə qoyurlar, o qızardırlar, eləyirlər. O həmin o kət çörəyi var idi, o bayaq, o təndirdə pişən, bəli, o buğdadan hazırlanan. O çörəyi götürürlər, 4 yerə bölürlər, onun arasını belə kəsən mayonezdən zatdan, o göyərtindən töksən ora xiyar, pomidor zat doldururlar. Sonra həmən o kətdəki malın ətindən də onun arasına biraz qızardıb tökürlər, fırlarsan olur dönər, belə yeyirsən, belə. Çox gözəl, mənim də xoşuma gəldi Teymur. Təbrik edirəm. Çox böyük irəliləyiş var, sən özlərində işləyirsən, sənin gələcəyinə biz inanırıq. Sənin məqalən əvvəlki 2 məqalədən daha artıq mənim xoşuma gəldi. İsmət, 50-ni ver. Buyur bala, bu da sənin mükafatındır, əyləş. İndi bir dəqiqə imkan verin, mən də öz bir balaca cız məqalə eləmişəm, bir məqalə yazmışam. Onu sizin üçün oxuyum. Deməli, bu bizim mötəbər sponsorumuz haqqındadır. Halal Neymət, min bərəkət kalbasaları Azərbaycanda yeganə ət məhsullarıdır ki, Bismillah deyilərək
halal yolla kəsilən heyvan ətlərindən yüksək keyfiyyət və texnologiya ilə hazırlanır. Süfrələrimizin bəzəyidir, dadıdır, ləzzətidir. Çatdırılma və satış yüksək səviyyədə təşkil olunur. Ən əsası isə bu məhsulları almaq deməli, alıcıların ciblərinə uyğun şəkildədir. Alıcılar çox böyük razılıq edir. Çox dadlı, tamlı, ləzzətli. Nəysə, bax, belə bir formada belə bir gözəl bir məqalədir. Nə məqalə. Bəyəndiniz mi? Teğmen, Bəyəndiniz mi? hamısı da yaxşı sizin məqalədir. Ləzzət elədi. Çox sağ ol. Mən də sizi təbrik Sənin xoşuna gəldi. Ay, çox sağ ol. Süper idi. Deməli, belə qərara gəlmək olar ki, indi oğlum, sən o 50 manatı çıxardıb verməlisən mənə. Hamısından yaxşı deyil deməli. Çünki mənim məqaləm alqışlarla qarşılandı, hamınızın xoşunuza gəldi. Deməli, ən yaxşı yazan elə mən özüməm. 50 manatı ver mənə. Bir dönər. O sonraki işdir. Deməli, siz işləyin, məşğul olun, yaradıcılıqla məşğul olun. Davam eləyin, pul qazanmaq asan işləyir, yazın. İsmət. Sən o 50 manat bizim puluydu. Prost başa düşmədim, o niyə vermədi bizə. Nə başa düşmək var ya bu. Bir dənə planım var qismət. Gedirik Teymur müəllimin otağına ikimiz. Sən qarışma. Niyə Talib? Sən qarışmadın Petr. Gedirik Teymur müəllimin otağına. Orada biraz cəhilləşirik. Sonra mən sən qulağının dibinə bir dənə şillə qoyuram, sən üzündən geyirsən, yıxılırsan. Teymur müəllim də 50 manat verir ki, Talib, qaç dava dərman al, qismət ayıldaq. Sonra da mən də götürəm müəllimatı 25-25. Nə deyirsən, böyürük. Yox Eytali. Nə yox? Mən yaşda səndən böyüyəm. Sən durub mənə şapalaq vuracaqsan, şillə vuracaqsan. Yox. Bir dənə şillə qoyuram, qulağın dibini geyindirirəm, qızışdırıram, tutarı gedirəm, şillərin ölməyəcəm ha. Yox Eytali, sən mənə şillə vursan, mən pərt olacam da, mən biləm də öz xəsiyyətim. Bir şillə dana vururam qulağın dibini, axşama kimi civilliyib, tutarı gedirsən də ki, Allah evini tissinə. Heç sur alınmır? Yox. Nətər elə ya? Sən qoymursan sağ şillə vurum. Sən də mənə şillə vura bilməzsən. Niyə vura bilmərəm ki? Boşa düşmədim. Sən kimsən, sən mənə şillə vurursan? Başın itib. Sən olsan mənə şillə vurursan, səni orada təpikləyərəm ha. Nə deyirsən? Mən pula görə özlü şillələrdən, şabalaqlardan, oğlanlardan deyiləm ha. Qismətən bağışlar, lənət şeytana, məni bağışlar. Yox, mən kiçiyəm, bir kiçik kimi səhv elədim, məni bağışlar. Mən də bir böyük kimi səhv elədim. Yox, günah məndə oldu, qismət, mən bildim, o sən başa düşdün. Şeydir də, prosto. Deyirəm, günah məndə oldu da, qismət. Yox, günah məndə idi. Qismət, uzatmayaq, günah məndə oldu. Etdilər, ha, deyirəm, günah məndə oldu, sən başlayın. Talib, Teymur var. sənin 05-in nə vəziyyətdədir? İşləyirmi, sazdı mı? 05 Lexus'a dönüb Teymur müəllim. Niyə? 125 litr benzin işlədir. Hadi yaxşı, ağlaşma qurma, sən də dindirmək olmur. Ala bu kağızlar tez çatdır nəşriyyata. Tez elə. Onda Teymur müəllim həsrətlə məndən geçsin. Həsrətin, neyin üstün qoy qalsın işləsində burada. Teymur müəllim, mən 05'in rolu gidravlika deyil, adi roldu, onda yağı qutarıb döndərmək olmur. Baya düşsən, o petlə qismət yanında olmasaydı kamazın altına girmişdim. Gecən, o kuraz kuruğa düşmüşəm bilmədən. İnən sonra o kuruğu fırlanına ki, qolum Murad'ın qoluna dönür. Yaxşı, sənə də bir şey tapşırmaq oldu. Sənin 05'in o da sən, özüm 11'dən apararım, eyb yoxdur. Lənət şey, ha, lənət şey. Yaxşı, eyb yoxdur. Alo? Hə, mama? Hacı? Ana səsin ne? Ha, ne olubdur, hep dağıtma deyirəm, ne olubdur? Nə olub Ətali? Kim rəhmət yedi? Nə rəhmət? Nə oldu? Ay Talib. Hacana? Daha rəhmət yedi. Diyar, ben sana dedim oraya çıkma vardan ha. Ben sana dedim oraya çıkma vardan ha. Dayısın. Hayda. Dəhşət çox istəyirsən. Dayısın. Hayda. Dayı. Kim? Aha.
Elə oldu abi. Oldu Allah sakindir. Ay Talib. Allah rahmet eylesin. Daima düşüyor aldım şöyle. Ölenler öldüler abi. Ölenler öldüler. Hadi bildim de lan. Ne oldu? Daim rahmet eylesin üstüne sağ ol. Allah razı olsun. Ulan her sene Gedək. bak. Biraz orada yat dağlaşmada. Hele bir arvat manikte o danışıp doğru danıştım. Dağıldım. Ne anekdotu? Deməli bir kişi arvad olur, kişi komandirovkaya gedir, arvad evdə tək qalır. Bu vaxtı evə şey gəlir, sivarişik gəlir. Heç qulağını tutdan qadına. Heç qulağını tutdan benim firmam danışlas deyil. Hə. Sivarişik. Gel xanım, burada evimiz. Burada. Evimiz burada. Kim var evdə? Evdə kim var? Yaxşı xanım. Xanım. Maşınla vurdum. İstəmir. Götür. Xanım, heç de olmayayım xanım. İstemem. Hemen ev var. Bəs deyirdin saunanı yuxuda görmüsən. Ay mən deyəm. Hə də elə bir sən mən vurmaq istədim, mən qaçanda getdim, qapının tinindən ətər girdimsə deyəm. Getdim, qapının tinindən ətər girdimsə deyəm. Gözümlə iskara çıxır. Bilməlisən, bildirməlisən. Gəncə də yox asayı, süfrələrinizin nə şillər qoyuram, tükürdürürəm, döyünür sana. %25 ister benim işte. Mamam danışır danışılasın. Yavaş yavaş bismillah bismillah. Türküye vurma. Bir şapalan atın üstüne git. Bozarma Astro, bozarma! Səhərin göz açılanlar. Maral xala. Bacınız Ceyranı maşın vurub be. Ay mama heç bilmirəm də necə deyim. Mamamı maşın vurub be. Bu boyda ejderha boyda fil boyda adamı gözün görmedi, kör idi. Baktım maşının altına, gördüm bu Ceyran xanım maşının altında ölüm. Seni vuranın eli dursun ay baba. Seni vuranın eli yanına yatsın ay baba. Ne oldu? Ay Ceyran kala, anamı vuruldu. Kimin? Bittirler! Bittirler benim anamı vuruldu. Benim anamı vuruldu. Seni yok seni. Boy altı boy altı. Bitir be. Yaş. Senin əri öldü. Sen ürəkdən düşürsən, keyfini pozma. Senin mamanı elə moykada yuduzduracağım. Elə dərin qəbir qaldıracağım. Onu elə bastırıb üstünü betonladacağım ki, Qara bayramda gedəndə heç qəbirini tapamayacaq. Bu ne söz deyirsən Aytar? Anne torpaq. Məndə pul nə gəzir sənə torpaq alım. Və torpağımı almırsan, arvada qəbir yeri axtarım, başa düşdü? Ha? Hə. Deyirəm, bəlkə elə bizim ölülərin yanında yer boş deyil. Ha? Bəlkə orada elə dəfn eləyək. Sən 2000 manat mənə ver, mən ona aparıb mərəzədə bastıracağım. Pul yoxdur, yoxdur. Nağarım, get qapı dilən, tap gətir. Başa düşdük? Dur get pulu gətir, bozarma üstümə. Başqası olsaydı sənin evini satdırardı. Sən Allah şükür elə ki, bizi kimi yaxşı adam çıxıb. Səni evsiz qoymuşdular indiyə. Bunun anasını ağlar qoyacam qismət gözlə. Bunun bu parmağındakı qızılını, arvadının qırqızını satdırmasam